Hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri Çağdaş Təhsil Mətbuatının rəhbəri. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan, bu günlərim Laçın rayonunun 50 kəndində illərini həyatını təhsilə fəda vermiş müəllimlərdən birini sizlərə təqdim etmək istəyirəm. O müəllim ki, həyatının 40 ilindən çoxunu təhsilə fəda verilmiş müəllimdir və 30 ildən çox rəhbər kimi çalışan müəllimi sizlərə təqdim etmək istəyirəm. Müəllim, adınız, soyadınız? Şükürov Xanoğlan Umudov. Çox gözəl. Şükürov Xanoğlan müəllim təhsil sahəsində canlı fəda vermiş müəllimlərdən biridir və uğurlar diləyirik müəllimə. Neçə il təhsil sahəsində çalışmışsınız müəllim? 45 il təhsil sahəsindəyim. Çalışmışsınız? Çalışmışam, işləmişəm. Çox gözəl. Və hansı fənn tədris eləmişsiniz müəllim? Tarix fənni tədris etdim. Çox gözəl. Bax, bu qədər ixtisasların içində niyə görə o fənni seçdiniz müəllim? Nəyə görə o fənni seçdiniz? Tarixə olan Marağınız? marağım. Yoxsa müəllimin o müəllimlə görə? Tarix, vətənimizə olan bağlılığım. Çox gözəl. Bu ixtisasın seçilməsində dövlətimizə, xalqımıza, millətimizə olan ürəyimdən keçən arzularım. Çox Həmişə gözəl. Azərbaycanı bütöv görmək istəmişəm. Çox Bütöv gözəl. Azərbaycanı gördüyümə görə elə fikirləşmişəm ki, tarixdə bütöv olan Azərbaycan Düzdür. real həyatda da bütöv. Neçə il müəllim işləmisiniz müəllim? 45, 45 il. Neçə il direktor işləmisiniz? 32. 32 il. Hansı məktəb müəllimi və direktor işləmisiniz? Laçın rayonu Şahin Abbasov adına Ərikli kənd Umurta məktəbi. Çox gözəl. Biz siz iki müəllimlərlə fəxr edirik, qürur duyuruq. Və biz bilirik həm də gözəl atasınız, gözəl valideynsiniz, gözəl babasınız. Neçə övladınız var? 4 övladım var, 2 oğlum, 2 qızım. Çox gözəl. Nəvələriniz də var? Nəvələrim də var, 6 nəvəm var. Çox gözəl. Sizin yolunuzda hansısa nəvəniz, övladınız davam elətdirirmi? Peşənizi. Peşəmi övladlarımdan davam etdirən var. Adı nədir övladın? Şükürlü Ülviyə Çox gözəl. Xanoğlan. Çox gözəl. Biz sizə bu gündən sonra ancaq can sağlığı arzu edirik müəllim. Çox sağ olun. İndi hal-hazırda neçə yaşınız var? 67. 67 yaşınız var. Biz arzu edirik 70 yaşınız, 80 yaş, 90 yaş, 95-də inşallah gələk. Gözəl çəkiş eləyək. Əgər biz həyatda olsaq biz, olmasa bizim əməkdaşlar. Və siz iki müəllimlərlə fəxr edirik, qürur duyuruq. Uğurlarınız bol olsun, nailiyyətləriniz bol olsun. Sağ olun. Çox sağ olun.